Bu adamların bizim yerlere gelişinden uzun bir zaman geçip. Ama o uzak illeri hatırladıkça ben garibe bir korku hissi geçiririm. Uşak korkusu. O ebedidir. Onu hiçbir insan yüreğinden, şuurundan, damarlarından çıkarabilmez. Onun için de o günler ömrümün silinmez bir sayfası olmuştur. Yaşar kız! Onlara salam verenler. Buradan Çillikent'e ne kadar yol var? O ne böyle? Buradakilerin hamısı belediyse, bizim işimiz çok da asan olmayacak. Tezli aldı. Ne lazımdı benden soruşun. Ne lazımdı? Soruşacağız. Ne oldu? Gözü eyvah! Ha? Hey! Hey! Kömeğe gelin! Yorgunluktandı. Oradan bir şey getirin üstüne örte. Hey! Prinsip Sen acıyala! Gel. Ya sen doktorsan. Ha, az maz başım çıkıyor. Şimdi ona değmeyin. Koy özüne gelsin biraz. Şimdi sen de bu 2 gün beli yatmıştı. Özüne gelmedi. Yok, hala değmek olmaz ona. Bu gece de burada kalın. Seher gidersiniz. Kenden ne kadar kalır? Şimdi ona dokunmak olmaz. Şimdi kendi değil. Ne bakıyorsun? Belki bizden hoşun gelmiş. Niye? Eğer yakşı niyete gelmişsizse hoş gelmişsiniz. Növüm emdi. Vur başına! Döşe, bala. Atan hardadır. Bilmirəm, evdə olar. Tez atanı tap. De ki Şaban emin halı yaxşı değil. Dermanım da kurtarıp dayan verim. Göster ona, bu köməklədi. Al. Dur, tələs, dur. Siz de uşaqlar, dağılışın, gedin eve. Burada oynamayın. Evden çıkmayın, yaxşı? Sana ait değil. Arabanı götür oradan.
Baho! Allah'a çok şükür. Allah'a çok şükür. Ahır ki geldiniz, əziz qonaqlarımızsınız. Hoş gelmişsiniz, sefa getirmişsiniz. Ne yakşı ki geldiniz. Buyurun, buyurun. Ben de orada oturup böyle sizi gözleyirdim. Ha, bak, orada. Bunlar da nökeriniz. Kimsen? Ben Şabanam. 3 gündür yolunuzu gözləyirəm. Ben bu kendin kent kudasıyam. Ha, mənə deyiblərsən, yaxşı adamsan. Gösteriş ver. Adamlarımı yerleştirsinler. Atları da dizdirsinler. Baş üstə, Ben biraz dincelim. Sonra yağma gelersen. baş üstə. Sana bazı sorularım olacak. Sonra o çayın kırağında o tabipti nedir? Onu da benim yanıma gönderersen. Baş üstə, Yok. Ben sana diyorum. baş üstə. Siz de bu evde yaşayacaksınız. Kentdə en yaxşı evdir, sizin için rahat olar. Adı ne? Necəsən? Mən də yaxşıyam. Məndə sənin üçün nəsə var. Yum gözünü. Yum da. Korkma, yum. Bax, indi sənin öz adamın var, Mədinə. Ha. Yoxdur. Yoxdur günahımız. Nə mənim günahım, nə də sənin. Nə olsun? Onsuz da dalımca nə gəldi danışırlar. Nə dəyişilir? Xoşuna gəlir. Bunlara bak Səkinə. Esselamun aleyküm. Aleyküm. Hoş gördük Resul. Molla. Əvvəla salam. Sonra inşallah hara belə yığışırsan. İndi sənə hesabat verməliyəm. Sənə nə? Evlənirəm. Mədiniyə evlənirəm. Kəs kəbinimizi. Dədə baba qaydası. Adam abırsız olmaz. Sən bir dəfə də olsa meçidə gəlmisən.
Bir dəfə də olsa namaz qılmısan. Arsızlığa bax. Gel elə bunu. Savab iş görmüş olarsan. Kes kəbini, hara istəyirsən get. Allah işini avand eləsin. Bir də qulaq az. Mənim üçün eləmə. Mədinə üçün elə. Dünən arvadı ölüb, bugün evlənir. Birini saxlaya bilmədin, indi təzəsini alırsan. Ay oyunbaz falçı, adamda həya abır yaxşı şeydir, yaxşı şey. Qulaq as Rauf. Özüm gəlmişəm. Bir də gör nə deyirəm. Zamanı ağır zamanədir. Sabah nə olacaq bilmir. Bax. Heç kim bilmir ki sabah nə olacaq. Ona görə də gedirəm. Gedirəm, heç bilmirəm hara gedirəm. Cəhənnəmə gedirəm, cora gedirəm, inan başımı itirmişəm. Çünki qorxuram. Bütün həyatım alt üst olub. Bir də, məndən bundan sonra da aynam ola. Mən indi bir lomba, estağfurullah. Bura bax. Vücudunun üzərində onlar sən inad göstərdikcə çoxalacaq. Ey çirkaba batmış İuda. Düşüb qullar az deyil dünyada. Fəqət hakim də çoxdur. Satqın ömrü qısa oldu. Söndü ulduz. Bişir. Hazır et özünü. Uzaqlara sürgün olassan. Kitabının son vərəqi çevrildi artıq. Bel sütunun daha tam deyil, qırılmışdır. Qisas anı çatdı çaqqal. Aç gözünü. Bax göylərə. Parıldayan qılınc sənin üçün asılıb. Yat ustad. Yat qardaşım. Ata, ay ata, Nədir oğlum? bizim olduğumuz yer burada var. Çetin onu orada tapasan. Dünya, bilirsən nə böyüdür. Biz bura hak ve adaleti ebedi olarak berqərar eləməyə gəlmişik. Bol çomaqların mənimsədikləri var dövləti onların elinden alıp, sizlerin arasında beraber bölüştürəcəyik. Görürsünüz, bak mən burada dayanmışam. Çünkü bu ev artık bizimdi. Ona göre ki, bu evin sahibi bey, buranı terk elədi. Kaçtı. Bana haber verdiler ki, molla da kaçıp. Ona da yaxşı yol. Lazım değil bize onların cephen dolu nağılları. Biz acıları yedizdirip, sizin uşaqlarınıza savad verəcəyik. Bizim komandirler size silah tutmağı öğretecekler. O günlerin xatirələrindən daha güclü, daha duyğulu xatirə yoxdur həyatımda. Mən o qəribə silahlıların dediklərini anlaya bilmirdim. O zaman heç birimiz onları anlamırdıq. Onlar sanki özgə bir dildə danışırdılar. Yalnız bir şey şübhəsiz idi. Öyrəşdiyimiz həyat geridə qalmışdı. Onu yenisi əvəz eləməli idi. Qaydalarını bilmədiyimiz bir oyunun oyuncuları olmalıydıq.
qəribədir. Bu oyun hamımızı əlimizdən tutub özünə bərk-bərk çəkirdi. Elə bil onda qeyri-adi, sehirli cazibə qüvvəsi var idi. İnsanlar get-gedə öz evlərini, eşiklərini, tarla, ov, mal dövlətlərini, bostanlarını unutmağa başlamışdılar. Həyat sanki yüngülləşmişdi. Hamını qüdrətli bir əl harasa aparırdı. Gəlin, gəlin. Hamının sözü bir, atdığı addım eyni idi. Geç bu yana. Keçmişlə gələcək bir nöqtədə dayandı. Başımıza leysan kimi düşən yeni həyat hamıya qəribə bir maraq, ehtiyac hissi bəxş elədi. Qayda qanun var axı. Ver bura, kes görüm. Yaz ki qılınc gətirib. Nazım dayı kağızı itirmə ha. Bitirmərəm. Ayol, dedemden yadigardı, belki kalsın. Ayakkabın cırıltık. Ha, ben seni tanıdım. Silah var. Yoxdur. Zaman keçdikcə hər kəs o bacarıqlı və qüdrətli insanların qoyduqları intizamı qəbul eləmək, tabe olmaq, güvənmək, məzlumlaşmaq həvəsi hiss eləməyə başladı. Kimsə gələnlərin daha ədalətli və ağıllı olduğuna şübhə eləmirdi. Atam ürəyindəkiləri açan değildi. Amma mən çox gözəl bilirdim ki, o başqaları kimi düşünmürdü. Dikkat! Hamının dikkati benden! Hiç kim daireni pozmasın! Silahlar çiğne! 1, 2! Sağa dön! 1, 2! Addımla marş! 1, 2, 3! 1, 2, 3! Ha! 1, 2, 3! 1, 2, 3! 1, 2, 3! 1, 2, 3! 1, 2, 3! Ha! 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 1, 2! 1, 2! 1, 2! Ha! 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 1, 2, 3! 1, 2, 3! Öyle yok! Ha! 1, 2! 1, 2! 1, 2! 1, 2, 3! 1, 2, 3! 1, 2, 3! 1, 2, 3! 1, 2, 3! Sen delisin, ha? Azizim. Bir de olsa gelirim senin evine. Kalksa bakuyza bir nagani. Başa düştüm çatlak. Çakmadı. Сволочь. Марш строй. Кому говорят? Ne oğlum? Bir narahatçılık var. Да вот объясняю, товарищ. Belki ben kömək eləyə bilərəm. Вы продолжайте. Sensə buraya. Bir, iki, üç, bir, Sen neden narazısın? Hı? Yox, iş məndə deyil. bir, iki, üç, bir, iki, Bunlar axı insandır, ne üçün belə... bir, iki, Sen bir, iki, üç, bir, bize mani olma. Biz gelmişik. Esselam. iki, bir, iki, bir, iki, ha! Sen bilirsen hakimiyet nedir? Yox, bilmirəm. Bir, iki, bir, iki, Burada bunu heç kim bilmir. Gördüklərinin iki, üç, bir, hamısı kətçilərdir. iki, üç, bir, iki, üç. Bu işlərin oraya heç bir adiyyəti yoxdur. Ben seni təlimdən azad edirəm. Sen tabipsən. İbn Sina, Hippokrat. Bilirsən kimdir Hippokrat? Bilirəm. Ne danışsın? Allah Allah! Bu cəngəllikdə, vəhşilərin arasında ziyalı. Ama bunu hiç kime deme. Gülleliyerler. Kimi? Seni. Kim? Ben. Mən artıq demişəm.
Sen ölmem büyük adam abi. Gör kiminle oturmuşam. Ara kızıştıran, kul yabanı. İncime ben bunu elə belətdim. Zarafat dediydi de. Ama məndə de az yoktu ya. Liberal, marifçi. Jean-Jacques Rousseau. Onu da tanıyırsan? Yok. Ha, gördün. Ama ama bunu da hiç kime deme. Gülleliyerler. Kimi? Məni. Bura bax. Mənim oynaqlarım ağrıyır. Özü pis ağrıyır. Hərdən dözülməz olur. Sən mənə kömək edə bilərsən. Yok. Ağrıyan oynakların değil. Senin xəstəliyin daxilində də öz daxilində. Sənə özündən başqa heç kim kömək eləyə bilməz. Bax, sən yekə-yekə danışanda mənim xoşuma gəlmirsən. Medine! 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 Ata, Ha? sen onlardan korkursan, Qorxuram. en çok başçılarından korkursan, Hamısını. Daha çok onları bura gönderenlerden. ata ama başçıları da senden yaman korkur ha. Sen git o budaklardan gel bura. Sonra Sonrası odur ki, Çopur Əhməd bir dənə tüfək gətirdi, 5 açılan, 30 dənə də patron. Daha kənddə heç kimdə silah qalmadı. Hə, o ki qaldı xəncərlərə, bəs onların sənin tüfəngin? mənə icazə verilib axı. Bir də mən belə başa düşürəm ki, Sən başa düşürsən? Sən neyi başa düşürsən? Hərbi vəziyyətdir. Silahlar yığılır. Kimdə silah tapıldı? bu tüfəng mənə ov üçün lazımdır. Bəs mən ailəmi necə dolandırım? Kimdən istəyirsiniz soruşun, elə Rəsulun özündən Bura də. bax. Sən gedəndə mən gəlirdim. Get, Baş üstə. dayan. O doğrudur ki, ətrafda epidemiyadır. Cemaat qırılır. Elə deyirlər, amma bizim kənddə elə şey yoxdur. Bu təbib hamıya dərman paylayır. Get.
Dayan. Hardandı bu tabip? Buralı değil. Buralıdır. Amma dədə babaları o vaxtdan gəlmələrdəndir. Hamısı da təbib məbibdirlər. Belə qərib adamlardır. Əgər bir şey öyrənmək lazımdırsa, Yok. Git. Dayan. Yok git. Allah senden razı olsun. Yaxşıyam. Ağaçsız gəzə bilirəm. Allah sənə də, oğluna da, ona da can sağlığı versin. Arxamız elə sənsən. Vallahi sən olmasaydın biz çoxdan qırılmışdıq. Fikir eləmə, bir neçə günə tam sağalarsan. Amma dərmanı yox ha. Ha, yaxşı yadıma düşdü. O biri dərmanı da qurtarıb, biraz ondan da verərsən. Bu biraz pendirlə qaymaqdır. Ay kişi, nə zəhmət çəkirsən, tut. Bunlara da payla uşaqlar, hər halda xeyri var. Bu da öz bağımdandır. Bəh, bəh. Sağ ol. Çox sağ ol. Röşen, sarıları lap toz kimi elə, yaxşı? Hı? Gelme olar. Buyurun. Hoş gelmişsiniz. Oo, sen hem de müneccimsen. Falçı. Ulduza bakırsan. Florencia 1791. Пераспero ad astro. Сквозь тернии к звездам. Ne zira o люди колдуна. Cemaat ona boş yere falçı demeyip. Да какой Necədir он sizin üçün? колдун? Он всего лишь доктор. Deyirəm sən təbibsən. Falçı yox. O niye gitti? Bura onun öz evidir. Odla oynama. Təbib adamsın. Neybe lazımdır? Mənə görə narahat olma. Подпольная лаборатория какая-то. Gizli laboratoriyadır ki bura. Да, интересно. Maraqlıdır. Babaların yadigarı. Qədimi şeydir. Bu ki silahdır. Почему Ne üçün təhvil vermədi? 100 ildən çoxdur burada asılıb. Hələ indiyə kimi heç kimə bir şey eləməyib. Bir də ki, bunun sizin orduya nə xeyri? Əlbəttə, sən ki döyüşçü deyilsən. Amma bir müdrik deyib ki, əgər divardan tüfəng asılıbsa, neysə. Onun mənşəyi həm də yemək vaxtı özünü biruzə verir. Tükü təmiz ütülməmiş toyuğun ətini yeməz. Ürəyi bulanar. Təmiz gümüşdən olan çəngəl bıçaqla yeyir. Vərdişlərindən onun keçmişin zabiti olduğu bilinir. Xarici dilləri bilir. Bunları araşdırmaq pis olmazdı. Səhhəti də kafi deyil. Ən təhlükəlisi isə onun vacib təlimatlarınızı həyata keçirməyə maniçilik törədən yerli falçılarla yaxınlıq etməsidir. Вы меня вызывали? Məni çağırmısınız? Когда Nə vaxt çağırmışam? Сейчас назад Bir saat вызывал. keçib üstündən. Пишите, Nə yazırsınız? Kömək eləyim. Иди, стихи пишу. Şeir yazıram. Никто не знал. Şairəm, bilmirdin? Проверь, караул там не заснул. Get oğlum, get. Gözətçiləri yoxla, yatarlar birdən. Girəndə də Через qapını döy. стука не входить. Понял. Aydındır.
Salam aleyküm. Salam. Çok sağ ol Resul. Dermanlara göre. Ama kurtarıp. Hele yarısını Niyaz'a verdim apardı komşu kende. Yine varındı. Sabah gel apar. Ay yaşa. Onda sabah akşama kadar. Şaban, Ha? sen de sağ ol. Ben niye? Kətdə qayda qanuna riayət etdiyinə görə. Ay Resul. De görün ben ne eylemeliyim. De de. Başa sal. Sen ne bilirsen ben neler çekirəm. Şaban. Axmaqsan Şaban. Çox ürəyinə salma. 5 günlük dünya dışında o. Ama Şaban, din ayrı, şeytan ayrı. Koyun tapmışam. Deyirəm ki, koyun tapmışam. Mollağın evindən. Çoxdur. Bir 10-15 tane olar. Belki de çok. Tapmısan ha? Tık gitsin. Dənizçilərin gəmisi yan aldı böyük bir adaya. Bu adada çoxlu qorxunc nəhəylər yaşayırdı. Həddindən artıq böyük nəhəylərdi. Bax, bizim bu dağlardan da böyüdülər. Gəmidə də yemək qutarmışdı. Dənizçilərin başçısı fikirləşdi ki, biz acından ölməyəcəyik ki. Dedi, gəlin bu nəhəylərin başını toğlayıb, onların yemək içməklərini özümüzə götürək. Hə, dənizçilərin cəsur başçısı... Eybi yox, o qalır. Al bunu. Hə, harada qaldım? Hə, dənizçilərin başçısı çox fikirləşdi, öz tütəyini götürüb gəldi düz nəhəylər yaşayan mağaranın ağzına və başladı qəmli, ağlamalı, həzin bir hava çalmağa. Mağarada da, sən demə, həmin vaxt nəhəng yox imiş. Özü yox imiş, amma onların nəhəng arvadları var imiş. Bu arvadların arasında ən gözəli, bu tütəyin səsini eşidən kimi kövrəlir, başlayır ağlamağa və vurulur kimə? Bizim cəsur dənizçiyə. Bizim bu dənizçinin də... Bu arvada gözü düşür. İstəyir onunla bir yerdə aradan çıxsın. Onlar bir yerdə qoşulub qaçırlar, gəlirlər gəmiyə. Bax, burada ən böyük bəla baş verir. Bu nəhəng arvadı, təzə adaxlı, bu başı batmış, nə qədər istəyir gəmiyə itəliyib, yerləşdirsin, arvad yerləşmir. Hə, əlləşir onu mindirsin, arvad sığmır. Bilirsiniz niyə? Çünki arvadın bir yeri o qədər böyüdü ki... Mən neyniyim, böyüdü də. Bax, 100 mədinə boyda. Tabii. Sen benden korkursan? Hı? Bilmirəm, bu barədə düşünməmişəm. Neyse benden gizledirsen. Ve sonunda niye benim harcı eləyirsən, istəyirsən ki sağalım? Yoksa mənə pərəstiş eləyirsən? Mən həkiməm. Borcum da adamları sağaltmaqdır. Məni bundan başqa heç nə maraqlandırmır. Bir də sağlam adam xəstədən yaxşıdır. Bilirsən nə var? Mən sənin səmimiyyətinə inanmıram. Sən səmimisən? Bəs sən?
Səmimisən? Mən? Dəli olmusan? Əlbəttə yox. Amma mən bunu səmimi olaraq etiraf edirəm. Böyle özü də bir səmimiyyətdir. Əndə. Sən özü mənimlə müqayisə edirsən? Yox. Maraqlıdır. Mən onsuz da bilirəm ki, biz ayrı-ayrı adamlarıq. Çox maraqlıdır. Sən şəhərdən gəlmirsən bizim dağlara. Silahlısan. Özün də Avropada təhsil almısan. Ну, давай, с ветерком. Одна нога там, другая здесь. Передай. И Hə, тоже yubanma. ответ от- Uça-uça get, qayıt. Bunu ver, cavabını da gətir. Oldu. Почту отправлял. Poş göndərirdim. Mərkəzə. Я докладываю. Mən sizə demişdim. Nə göz üzürləmisən? Çəkmə onu. O beyni qurudur. Özü də sənin kimiləri daha da düşkün eləyir. Nəyi, təmbəkini? Yaxşı bilirsən nəyi. Beyni qurudur. İşinlə məşğul ol. Sən kimilər ən təhlükəli adamlardır. Gicik kitablardan oxuduğunuz xam xəyallarla yaşayırsınız. Onun ayağına dolaşırsınız. Mülayimlər, səmimilər, şaman olublar mənim üçün. Buttalar, peyğəmbərlər, əclaflar. Mən bunları çox görmüşəm. Hamısı cəfəngiyatdır. Hamısı. Gelirsen, Gedirəm. gel çörek yiyin ha. Sağ ol, nuş olsun. Яцек, Яцек, ходи сюда. Yasir, bir bura gəl. Это вот ему домой. Bunu evlərinə apar. Командира. De, rəis göndərib. Ну давай. Dzień dobry. Anu. Mü. Bu baldır. Çox ləzzətlidir. Komandir pişisiyor. Rəis göndərib. Mü. Mü. Nədir? Çıx get buradan. Mü. Çıx get. Mü. Smaçne. Lazım deyil bizə, istəmirik. Başa düşmürsən, istəmirik. Çıx get buradan. Hə. Nədir? Əl çək bizdən. Это лично тебе, Bu şəxsən sənə çatacaq. а это Bu da onun для üçündür. него. А сам он Özü hardadır? Пусть себя. Yerində. на словах ничего. Sözlə heç nə deməyiblər. Yox, Ну иди, поешь давай. yaxşı get çörəyini ye.
Məlumatınızı aldıq. Maraqlıdır. Həmin tərzdə davam edin. Cənubda vəziyyət xeyli gərginləşib. Ayıq olun. O tərəfdən hər cür qonaq peyda ola bilər. Siz tərəflərə əlavə qüvvə göndərməyə hazırlıq gedir. Yerli əhalini boş buraxmayın. Amma üsyan bizə lazım deyil. Hey, tуда neyse olmaz. Aləmə toxunma. Nə istəyirsən elə, amma onu eləmə. Eşitdin, eləmə. Sen ne danışırsan dostum? Hakimiyyət nə olduğunu mən bilmirəm, amma bircə şeyi bilirəm ki, mənim aləmə bir kişi toxuna bilməz. Sen ne danışırsan? Dostum. Oğlum. Başa sal geri. Bir açıl da. Şimdi sağlam. Ha? Artyom kimdir? Mavinim. Mavinim. Özün təyin eləmisən? Sen ne sarsaqlayırsan? Sen kimi sorgu suala tutmuşsan? Küçük! Koyun! Çakkal! Neyledin ha kişi? Bunu istiyordun ha? Bir şeyle, kömeyle. Get su getir. O boğulur Ну вот опять, ё-моё. Отойди! Бери его! Yavaş, koy hekim baksın. İhtiyatla, yavaş yavaş. Artyom, belə olmaz axı. Onu tərpətməyin, boynunu tutun. Да pошел ты отсюда! Kömeyle. O gün kəndimizdə baş verən əhvalatın o qədər də sakit günlərindən deyildi. Mən özümü o əskərin analığıma pay gətirdiyini atama xəbər verdiyimə görə tənbih eləyirdim. Amma bizdə olan qaydalar belə idi. Mən də onlara tabe idim. O gündən sonra vəziyyətimiz yəqin ki, çox pis olmalıydı. Amma həyatımıza yeni nəfəs verən bir möcüzə baş verdi. Bir röya, bir nağıl kimi. Tanrı bizə kiçicik bir hədiyyə göndərdi. Bəlkə onun üçün göndərdi ki, biz bəxtimizi, bir-birimizi və yaşadığımız yeri çox da lənətləməyək. Ora bakın. Konaklardı. Hele son 8'i. Hele indi başlayayımlar. Ha ha ha! Buna bakın! Ha, buna bakın! Ha ha ha! Ha ha! Oh mon amour, ma chère mon âme, je t'ai aimé. Mais pourquoi tu peux me dire, tu m'as quitté? Tu es parti, loin d'ici, loin d'ici. Moi tout seul, je suis restée, à toi merci.
est mon chou, parti toute seule, ma petite nounou. Je suis restée abandonnée, sans rien lui dire. Mais pourquoi, printemps venu, tu m'as quitté? Oh mon amour, ma chère mon âme, je t'aime. Ot buralar ollansın, hangalımız gür yansın, kövrevrum yalını gider. Ехала ярмарку, ухер купец, долой молодец. Опа, оп, 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 опа, айда, айда. Оп, оп, оп. Hop, hop. Vous avez chanté. Oxumağınızdan heyran oldum, madam. Oh là là, O, monsieur, siz ne kadar nezakətlisiz. vous êtes si aimable. Mais laissez-moi manger. Qolumu isə buraxın, monsieur. Je ne partirai Mən pas. heç yerə qaçan deyiləm. Ah, mais vous... Amma siz fransız deyilsiz. Eləmi? Si, monsieur? Vous, madame, j'espère. Siz isə ümid edirəm millətçi deyilsiz. Hə, madam? Je suppose. Siz Tunisdənsiniz yanıldıramsa. Yox, yox, Tanjerdən. Disons. Non. 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 Étrangère. Əgər sirk məsələsindən azacıq xəbərim varsa, Vous êtes génial, monsieur. 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 Voulez-vous offrir une monsieur, cigarette? siqaretinizə qonaq ola bilərəmmi? Ça ressemble à un salon. Hə, möhtəşəm Oh salondur. là là. Tant de miroirs. Nə qədər ayna var. C'est votre maison familiale. Bu sizin ailə mülkünüzdür yəqin. Babalardan qalan miras. Ma maison, madame. Moi, à présent. Bu mənim mülküm deyil. Pas de maison. À présent, Mənim, maman, bizim indi nə mülkümüz, nə də babamız var, madam. ni non plus. Oui, Hə, oui, mon ami. hə, əzizim. Partout il y a que Bütün dünyanı inqilablar bürüyüb. Je nous aussi, Bizdə də. je suis parti avec Oyunbazlara Lucie qoşulub qaçdım et tombé dans un hôtel və elə français. fahişəxanaya düşdüm ki, gəl görəsən. Maintenant, je ne peux pas İndi isə revenir. evə qayıtmaq istəyirəm, amma Voilà. Ça n'a aucune importance. yaxşı bunlar hamısı heç. Eh bien, mon ami. Si tu veux, je chante pour toi. İstəyirsən oxuyum sənin üçün. Non, Yox, tu ne veux pas que je chante. Oui. Non. Oui. Non. Tez hele, best deşelendi. Командант! Командант! Теперь ехать проблема. Пожалуйста, всего İndi один getmək день, problem. один день, пожалуйста. Sən Allah, bir gündə
Yol çox pis. Yağış, su, su. Sophie! 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 Ha! Haydi! Hoş geldiniz. Madam. Şляпка. Haydi! Yolcu yolda gerek. Sür! Gettiler, kendirbazlar gettiler, kendirbazlar gettiler. Bir, iki, üç, bir, iki, üç, bir, iki, üç, dört, beş, О! bir, iki, üç, dört, beş, altı, О! 5, 6, 7, 8, 9, 10, 11, Бах! 10, 11, 12, 13, 14, ha! 15, 16, 17, 18, ha! Silahlar çiğnen. 1, 2. Aklımla marş. 1, 2, 3, 4, 5, 6, 7, 8, О! ha! 1, 2, 3, 1, 2, 3, 1, 2, 3, ha! 1, 2, 1, 2, 1, 2, 1, 2, 1, 2. Yeter. Sabotaj qurursan, hə? Dostum falçı kimi. Bura sirk deyil sənin üçün. Sirk yoxdur, getdi. Oyunbazlarla bir yerdə. Bugün sabah buraya düşmənlər töküləcək. Bütün planlardan xəbərimiz var. Sən get, dostuna de ki, yanıma gəlsin. Yoxsa А иначе я его... Дай. bilirəm nə yuvanın quşudur. Он и вас уже не... Artıq o sizə də baxmır. Buraya heç gəlmir. Он колдун. O falçıdır. Только знает, что колдует людей. İş gücü cadu eləyib cəmaatı çaşdırmaqdır. Никакой он не лекарь. Belə təbib olar, Только порчу наводит и смуту. aləmi xarab eləyir, hərc məclis salır. Как можно? Sən doğrudan da buna inanırsan, elə şey olar. Heç komandir caduya inanar, Мое дело предупредить. mənim işim xəbərdarlıq etməkdir. Наши бойцы уж сами... Yoxsa bizim uşaqlar özləri onun işinə baxmaq istəyirlər. Ну ладно, Sən deyən olsun. пошли за ним. Adam göndərdi alınca. Bura nə ağrıyır? Resul kardeş, sen onlara gücün çatmaz. Bura necə? Orada ağrıyır. Her yerim ağrıyır. Bilirəm sən heşmə baş əyəndə ölsən. Ona görə də sənə həmişə hörmətim olur. Sizin nəsildə ham belə idi. Bura necə? Hə,
Oğlun da elə sənə oxşayır. Əgər onlara tabi ola bilmirsənsə, heç olmasa özündən müğayət ol. Neynəməliyəm? Hı? Bilirsən? De. Git, xahiş elə. Bəlkə Niyə? Nə xahiş eləməliyəm? Mənə onlardan heç nə lazım deyil. Biz öz yerimizdə oturmuşuq. Bura gələn olardı. Atan oradadır. Yoxdur evdə. Şimdi bakalım. Rədd olun buradan. Aktarın Rədd evi. olun. Benim atam gelecek. Görərsiniz. Gelecek. Hamınızı öldürecek. Bir öldürecek. Siz ne istersiniz bizden? Rədd olun. Nak, dırjı. Heç kimi öldürmeyecek. Atana de, reis çağırır. Eğer gelmese, ben bura qaydası olsam, onda bəxtindən küssün. Hardasan? Ben burada ölürüm. Sen sözsüz birliğimde eşelenirsen. Ne kötü kim dayanmasan. Görmürsen ne haldayım. Ben de küçük. Mən bacarmaram. Mən nifrət elədiyim adama kömək eləyə bilmirəm. İdiot! Seni ağaca bağlattırıp, on ne pırasani... Sən özün özünü məhv elədin. İncitmə özünü. Sakit ol. Mən sənə kömək eləyə bilmərəm. Sənə heç kim kömək eləyə bilməz. Hey, kimiydi ata? Ne oğlum orada? Güle sesiydi. Oradan geldi. Amını kaldır, tez! otur bakın. Bakın dama kalkın. Эй, окружайте! Живо! Давай! Снизу заходите! Эту кашу не я Bu həngaməni mən çıxartmamışam. Düzdür? Теперь будем делать İndi isə всё işləri necə по-новому. lazımdır yola verəcəyik. Договорились? Oldu? Делайте одолжение. Xahiş edirəm. Rövşən! Oğlum, tez kaçın çıxın gedin buradan, tez! Tez, Mədinəni də götür kaç! Kaçın gedin dərmana, orada gizlənin. Ama ocaq qalamayın ha, mən gələcəm. Geçin. Gelin. Burada durmayın. Geçin. Беда с этими бандитами, ей-богу. Bu quldurlar qoymur dinc oturaq. Хотели по-хорошему. Xoşluqla А теперь başa вот salmaq уезжай. olmur da.
Sen mənə başa sal. Yolu göster, ha? Ben ne yol göstereyim? Burada da yol var, orada da yol var. Ama öyle yollardı ki hiç bilmirəm. Что bilmirəm? Ты говори. Zarafat marafat kurtardı. Deyirəm eğer sizin adamlarınız dağı her tərəfdən əhatə eləyə bilsələr, necə deyim, mən bu dağlara yaxşı bələdəm, çox pis yollardı. Heç ağlım kəsmir, siz onu necə tutmaq istəyirsiniz? Вы давайте рассыпайтесь вдоль склона, а вы отсюда. Hey! Gene de var, bir tike de getir. Bura bak. Ben bilmek istedim görüm. Sen orada meşede, onun olacağı yerleri bilirsen. Ha? Sence o orada harda gizlenebilir? Mən hardan bilim harda gizlənə bilər? O qədər elə yerlər var ki. Sabirin olsun, tələsmə. Bəs qadını harda gizlədə bilər? Ha? Cavab ver də. Eğer cevap vermesen, özün bilirsən də. Bir daxı sen burada kənd xudasan, qayda qanuna baxırsan. Ha? Ha! Orada. Değirmanda. Toyuq ətindən yenə olar mı? Ağraş, orada gümüş çengel bıçak, yaxşı saat da var. Onları da götür. Çakkal. Çilli kənddəki vəziyyət dərhal əlavə qüvvənin göndərilməsini tələb edir. Dəstənin rəisi təlimatların icrasını təmin etmək iqtidarında deyil. Kənddə üsyan baş verib. Stój! Poczekaj! Oddуда! Помогите, задержи его!
tak chcesz ode mnie? Oczep się! Resto, git, idź buradan! Ale powiedz mi, co ja mam robić? Uходик. Уходит, сука! Сука! Тварь! Ко мне! Где вы, мать вашу? Hey! Kaldun! El çekin! El çekin benden! Onsuz da tutabilmeyeceksiniz, eşidirsiniz? Ona bakarız. Yok, tutabilmeyeceksiniz. Ben bu meşeni beş parmağım kimi tanıyıram. Öz evim kimi bildiniz? Koyun hoşlukla çıkın gidin buradan. Знаешь, что я сейчас сделаю? Я насуну тебя. Bak, başına işiyle. Asa bak, senin başını об камни. Сюда идет большой отряд. Но я успею закончить все до их прихода. Bana bir şey verin. Zehir verin. Ölürüm. Ano. Onu niye getirmirler? Git. Onu getir. Git. Getir onu. Öldür. Satın al. Peki. Peki ben onu bağışlayıram. Ben merhametliyim. Ben hamını bağışlayıram. Beni de bağışlayın. Nacinsler. Eşaratlar. Yok. Yok. O eşarat değil. Ukanmazdı. Ukanmır. Onu vuracaklar. Ben de burada gebereceğim. Где оружие? Silahını hanı? Оружие где? Под трибунал пойдешь, сволочь. Tribunala gedəcəksən alçaq.
Тут не минеральный Bura воздух. sizin üçün kurortdur. Не на прогулку пришли. Əylənməyə gəlmisiniz. Думаете, мне все это нравится? Elə bilirsiniz, mənim bu işlərdən xoşum gəlir. Я портной. Mən dərziyəm. Я Mən kostyum tikmişəm. миллионером. Milyonçular üçün, qumarbazlar üçün, cürbəcür oğraşlar üçün. Случилось то, что Neynim? случилось. Bizimki belə gətirib. Я не виноват. Они в нас тоже стреляли. Onlar da bizə güllə atıblar. Вы солдаты. Siz döyüşçüsüz, pansiyon kuklaları yox. А где его красавица, интересно? Görəsən gözəlkəsi hardadır? В соседских домах, говорят, ее нет. Evlərdə yoxdur deyəsən. Rəis maraqlanıb, onu tapmaq pis olmazdı. Найти бы ее надо. Ay 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 ay. Anne. Onu tek koyma. Bilirsen, o danışabilmir. Ama yüreği doludu. Yaxşı oğlum git. Allah amanında. Git qadanalım, git. Otom sen öldürünce, öldürünce. Niye gittim? Niye gittim? Niye? Ben gene gitmeyeydim. Эй, дикарь! Ты меня слышишь? Я знаю, слышишь! Ey! Dikkat! Dünen bizden biri konak oldu senin gözeline. Kız çok mehriban. Çok mehriban. Oğlan razı kaldı.
gücün kömeği ol. Gittik. Hoş, 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 hoş. Господи! Господи! Что же это? Ну что же это? Ну что же это? Что же это? Господи! Не про такое же нам говорили! Не про такое же нам говорили! Ay Allah! Bu nədir ay Allah? Axı bizə belə deməmişdilər. Belə deməmişdilər. Burax, burax məni, vəhşilər, qatillər. Он меня утопил! O məni boğdu. Mən onu onsuz da öldürəcəm. Я все равно его убью! А ты не успеешь. Çatmayacaqsan. Bizim davamız hele bitmiyor. Ben buradayım. Yakın. Gelme. Vururlarsan. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin.
salli ala Muhammed ve ali Muhammed. Allah rahmet eylesin. Apar otağa, tez. Ben seni gözleyirdim. Tabip. Al. Cesaretli ol. Sen artık benden korkmursan, öyle mi? Yok. Sen benim her şeyimi aldın. Benim için korkmalı hiç ne kalmadı. Bunu ona verin. Demliğin içsin. Hayri var.
günləri unutmaq mümkün deyil. Onlar içimizdə qapalı, yasaq bir xatirə kimi hər zaman yaşadı. Mədinəni mən ondan sonra daha heç vaxt görmədim. O gəlmələrdən sonra başqaları gəldi, sonra daha başqaları. Amma biz onların qanunlarını yenə anlaya bilmirdik. Atam həmişə deyirdi ki, insanlar bir-birini heç bir zaman anlaya bilmir. Amma mən onun bu sözü ilə razı deyiləm. Mən ki, onu çox yaxşı anlayırdım. Mənim Tanrıdan bircə arzum var idi ki, atam heç bir vaxt ölməsin, hey yaşasın. Ona oxşayan adamlar çox olsun. İnsanların dərdini, xəstəliyini bilən, onları bəlalardan qutaran, onlara yiyə duran kimsə olmalıdır axı. Ondan sonra biz elə öz kəndimizdə yaşadıq. Kimsə ölürdü, kimsə doğulurdu. Kimsə buraları tərk eləyirdi, kimsə elə bizim buludlu səma altında yerləşən qəbristanlığımızda torpağa tapşırılır.